Traderin stabil qazanc əldə etməsi mümkündürmü, yəni ay ərzində? Belə bir sual gəlmişdi mənə 1-2 həftə bundan qabaq. Hansısa videonun altında idi, tam yəni axtardım, tapa bilmədim. Amma cavab vermək istəyirəm. Əgər söhbət stabil rəqəmdən gedirsə, bu mümkün olan bir şey deyil. Yəni stabil rəqəm ancaq maaşda olur. Ticarətdə ümumiyyətlə, yəni ay ərzində stabil gəlir, yəni rəqəm olaraq gəlir əldə etmək mümkün olan bir şey deyil. Trader zərər də edə bilir, hətta ay ərzində zərərlə də çıxa bilir, profitlə də çıxa bilir, gəlir də olur. Yəni stabil gəlir olmalıdır əslində peşəkar traderin, amma elə bir anlar olur ki, birjada, yəni bildiyiniz kimi, yəni ümumiyyətlə gün ərzində, həftə ərzində birjanın sakit və belə deyək, çılğın vaxtları olur, yəni oynayan vaxtları olur. Bəzən elə olur ki, psixoloji amil də ola bilər burada, bazarın belə deyək də manipulativ dövrünə də düşə bilər. Trader ola bilər bir ay ərzində zərər etsin. Məsələ, bax bu ən əsas məsələsidir, yəni bu əsas məqamdır. Yəni bütün traderlər bunu mütləq bilməlidir və bu heç bir traderin demədiyi sözlərdir. Yəni buna diqqətlə qulaq asın. Məsələ sizin qazancınızda və yaxud da ki, zərərinizdə deyil. Qazancınızda və zərərinizdə davranışlarınızdan çox şey asılıdır. Yəni siz özünüzü necə aparacaqsınız? Məsələn, belə deyək, olur ki, traderin ay ərzində ay tamamlanır, baxır ki, normadan 2 qat, 3 qat artıq qazanıb. Bəli, bu çox gözəldir. Amma bunun başqa bir tərəfi də var axı. Necə davranaq? Necə eləyək ki, o pulun belə deyək də, yəni o pulun ya hamısını, ya yarısını zərər eləməyəsən. Yəni bu pulla davranmağı bacarmaq lazımdır. Və yaxud da ki, trader zərər eləyib, belə deyək, balansın yarısı gedibdir. Bax, burada necə davranacaq? Qisas almağa mı gedəcək? Küsəcəkmi birjadan, həyatından, hisslənəcəkmi? Bu çox önəmli məqamlardır. Buna diqqət yetirmək lazımdır. Yəni, yoxsa geriyə çəkilib bir müddət səbr eləyəcək, gözləyəcək, yenə də o, belə deyək də, birjanın aktiv dövründə yenə də yavaş-yavaş səbirli olub, yəni o balansını bərpa eləyəcək. Burada traderin davranmasından hər şey çox asılıdır. Yəni buna da gələcəkdə diqqət yetirin. Məsələ sizin gəlirinizdə və ya zərərinizdə deyil, qətiyyən.